hayatul heyvandan yad eləyib cəvəznidən. Cəvəz bu marala cəvəzni deyər də. Deyək cəvəzni ilan yeyər. Aşıqdır ilanı yeməyə. İlanın yeməyindən ləzzət aparar. Deyək ilanı yeyər. Çünki ilanın zəhri fişar tapar. Gərək bilafası xərçəng tapsın. Tapar bir xərçəng yeyər. Xərçəng onu ziddidir. Səmmin dəf elər. Bu elm qoyulub da aləmdə. Bir dənə maralda bir yabanda bilək neyləsin. Amma deyək qahi bu heyvan yay fəslində ilanı tutar. Quyruğundan ta başı necədir yer, əzbəs ki aşıqdır ilanı yeməyə. Əlaqəsi vardır, ləzzət aparır ətindən. Yer başı necə xərçəng tapa bilməz. Üz qoyar təşnəlikdən, yayın istisi səmmidə isti olan şeydir, gərma gətirəndir. Səmmiyən adamın əlaqəsi olar su içər. Qaçar su dal içər, gələr çatar çeşmənin başına. Ondan bilər əgər bu suyu içsə ölməlidir. Dayanar çeşmənin başında. Gölü istər su içər. O tərəfdən iki əmrin arasında qalar mütəhayyir. Su içsin öləcək. Ya təşnəlici təhəmmül eləsin, dayansın ölməsin. Ondan deyil nərə vurar. Elə bir nərə vurar, gözlərindən yaş cari olar. Rahat olar. Deyilər çox giran qiymətdir. Hər məsmumə dərmandacır o maralın gözündə o səm tapıla götürülüb badizər. Hər zəhrə dərmandır. Hər marı səmmiyə dərmandır. Vursun. Amma nə sayəsində nərə vuruldu bir gözündə əşki cürranıbdı. Bir yaşı gözündə tolid olubdu. Onun sayəsində. Hal insanı nəzərə alginən. İnsan bu aləmdə elə o məsəldədir. İnsan da gərək bir nərə vura insanda pazəh tolid olar. Pazəh insan nə mənədir? Ya Allah. Pazəhdir. Əgər istəsən, sən mi günahın qabağında dayanasan? Gərək ya Allah deyəsən. Gərək Allaha yalvarasan. İnsan görəysən cavandır. Şəhvət içərdən təşnili. İşarə gətirir. Təşnəci şəhvət. O tərəfdən də qaçay, çatay, sua, naməhrəm. Əgər o sudan içsə insaniyyəti öləcək. Adəmiyyəti öləcək. Xilaf-ı insaniyyətdən çıxacaq. Xilaf-ı insaniyyətdən çıxdın, adəmiyyəti öldürdün fasıqdır. İnsan əmri dair olay iki əmrin arasında. Bir əmr budur ki, insan ab şəhvətdən içsin, əgər içsə səmmi öldürəcək. Da insaniyyət qalmayacaq. Onun rabitəsin Allahla pozacaq. Onun insaniyyətinə bir qələm həzf çəkəcək. Adəmiyyətini öldürəcək. Bir tərəfdən də içərdən ətəş-i şəhvət fişar gəlir. Onda gərək insan neyniyə? Deyilər insan onda gərək bir nəri tövhidi vura. Deyə ya Allah. Gözündən bir qətrə əş tökülər. Tələbələrin biri gedək mərhum Ayətullah-ül-Uzma Mirza Ali Qazi Təbrizinin məhzərinə dəsturul-əməl almağa. Ta varid olayı mərhum Qazinin məhzərini dəsturul-əməl almağa, mərhum Qazi buyuruyor, çıx çölə, əlan gələndə naməhrəmə baxıbsan əksi qəlbində. Bəli, əhl-i məna baxanda görək nə əksilər insanın qəlbinə düşüb. Çün be nurullah baxı, Allah nuru ilə baxı. Hicab yoxdur. Bu tələbə keçək hücrələrin birinə yarım saat üzün qoyu yerə hay ilə ağlay, birdən mərhumu Qazi buyuruyor, gəl, getdi, əksi zail elədin, gözü ilə yudun, əşki çeşmi ilə pakilədin.